Davam eləyək uşaqlarım. Bir dənə də belə bir sual öyrənin. Demək, məsələn, 9a minus 8b bərabərdir 26 verilir. Deyir ki, a minus 2 və b plus 1 qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadədir. Deyir, a vurulsun, b tapın. Demək, bu zaman nə edəsiniz uşaqlar? Burada 9 vurulsun a var, görürsünüz. 9 vurulsun. Bu a-nın yerinə biz a minus 2 yazırıq. A minus 2. Bunu indi gizlincə aşağıda açsam, bu 9a minus 18 eləyir. Bizim misalda 18 yoxdur, axı bunu üstəgəl 18 yazıram ki, bu 18 ilə bu 18 getsin. Bax, bunu sildim. Sonra keçirsən bu tərəfə, çıxaq. 8 vurulsun. Bax, vuraq da axı burada. Bu b-nin yerinə sən b plus 1 yazırsan. Yenə aşağıda yazıram. Mənfi 8b, mənfi 8-i 1-ə vurdum, mənfi 8. Amma mənim misalda mənfi 8 yox idi. Üstünə 8 gəldim. Bunu silirəm. Bunu gizlin burada eləyirik. Bərabərdir 26-nı yazdıq. Uşaqlar, 18 ilə 8 toplayanda 26 ilə bu 26 da islah olur. Demək, 9 vurulsun a minus 2 bərabərdir 8 vurulsun b plus 1 oldu. Demək, biz də natural ədədlərdən demişik ki, əgər a minus 2 ilə b plus 1 qarşılıqlı sadə ədəd olarsa, a minus 2-ni 8, b plus 1-i 9 götürə bilərik. Yəni, tərsində də belə. b-imiz 10-da 8, a-imiz 10 olacaq. Sonra da 8-i vurursunuz, 10-u vurursunuz 8-ə, 80 olur. Vəssalam. Demək, bir də sizə mən nəyi öyrətməliyəm, uşaqlar? Deyir ki, məsələn, a bərabərdir 2 üstü 3, 3 üstü 4 vur, 5 üstü 2. Deyir ki, cüt natural bölənin sayını tap. Cüt natural böləni. Əslində, mən sizə buna aid yuxarıda izah eləmişəm. Məsələn, orada dedi ki, 120-nin 5-ə bölünən neçə dənə böləni var. İndi burada da deyir cüt bölən. Demək, cüt deyirsə, uşaqlar, siz bilirsiniz ki, cüt, yəni 2, 4, 6, yəni 2-yə bölünən ədədlərdir. Demək, onda siz nə edəsiniz? 2-nin kubu 3 üstü 4 vur, 5 üstü 2-ni böləsiniz 2-yə birinci cüt dediyi üçün. Bununla bu ixtisar getdi. Qaldı 2-nin kvadratı, 3 üstü 4, 5-in kvadratı. İndi en düsturunu tapasınız. En düsturunu tapanda sadəcə yuxarıya baxırıq. 2 üstəgəl 1, 4 üstəgəl 1, 2 üstəgəl 1 və s. İndi bu, məsələn, cüt deyildi, belə elədik. Deyək, düşsəydi ki, məsələn, bunun 3-ə bölünən neçə dənə böləni var. Siz 3-ə bölüb sonra endüstri eləyəcəydiniz. 15-ə bölünən neçə dənədir? 15-ə bölüb sonra endüstrunu tapasınız. Sonra deyə bilərsiniz ki, ay müəllim, bəlkə bunun tək bölənlərini soruşdu məndən. Təkləri də soruşanda bu daha asandır uşaqlar. Təkləri soruşanda demək cütləri siləsiz. Cütləri siləsiz. Yəni bu gedəcək. Sadəcə qaldı 3 üstü 4 ilə 5 üstü 2, düzdür? Bunun endüstrunu tapasınız. 4 üstəgəl 1, 2 üstəgəl 1. Vəssalam. Yaxşı. Sonra nəyə fikir verək? Məsələn, deyir ki, ən asan məsələlər iddia. Deyir ki, məsələn, əli deyək ki, qələmlərini 3 üst düzür, 4 4 düzür, 5 5 düzür. Hər zaman bir qələmi artıq qalır. Bir qələmi artıq qalır. Ən az neçə qələmi var? Ən az neçə qələmi var deyəndə biz demişik ki, burada əkop tapırıq. Əkop tapırsınız. 3, 4, bir də 5. Eləyir 60. Bir qələm artıq qaldığı üçün üstünə də 1 gəlirsiniz, olur 61. İndi ən az dediyi üçün mən bunu götürdüm. Elə olar ki, şərti başqa cür verər. Məsələn, tutaq ki, verər ki, qələmlərin sayı, məsələn, 120 və 130 arasıdır. Aha. Bu zaman nə edirsiniz? Siz əkobu tapdınız 60. Demək, 60 ola bilər, 120 ola bilər, 180 olar. Yəni, 60 vur x-dir da. Yəni, hamısı ödəyir. Qalıq 1 dediyi üçün 61, 121, 181 bunların hamısı bizim cavabımızdır. Şərtdə versə ki, 120 ilə 130 arası sən burada 121-i götürəsən. Sonra, inşallah bir də belə məsələlərimiz var idi. Məsələn, deyir ki, məsələn, tutaq ki, həyəti 3 bucaq formasındadır və yaxud düz bucaq formasındadır, fərqi yoxdur. Deyir, künclərdən başlayaraq, məsələn, deyir ki, künclərdən başlayaraq eyni məsafədə, yəni bərabər məsafələrdə, ipucunuz odur sizin bərabər məsafələrdə. Ya ağac əkilir, ya lampa buralara qoyulur, yəni o fərqi yoxdur da. Məsələn, deyir ki, ən az neçə dənəsi olar, ən az neçəsi lazımdır bizə, neçəsi əkilər, məsələn, da ağac eləyək. Bu zaman qayda nədir uşaqlar? Birinci, verilən rəqəmlərin əbobunu tapasın. Birinci, əbob tapırsan. Niyə? Çünki bərabər deyib. Məsələn, tutaq ki, belə deyək də bizim məsələmiz. Bura 10 olsun, bura 10 olsun, burada 20 olsun. Deyək ki, həyətim uşaqlar 10, 10, 20 formasındadır.
40 olsun da dəyişdirək. 40, 40, 20. Aha. Deyirəm ki, uşaqlar, künclərdən başlayaraq ağaclar əkəcəm. Həyatımda bərabər məsafədə olsunlar. Ən az neçə dənə ağac əkəcəm. Birinci bərabər söz dediyimə görə əbob tapırsan. Əbob 20 ilə 40-ı tapırsan. Bəlkə bu 20-ni də dəyişim, qoy 60 eləyim də, qoy biraz dəyişik olsun. Tamam, 60 elədim bunu. Demək 40 ilə 60-ın əbobunu tapırdın. 40 ilə 60-ın əbobu 20-dir, düzdür? Demək sən burada 20 metrdən bir ağac əkəsən. Sonra nə edəsən? Verilən fiqurun perimetrini tapasan. Məndə 3 bucaq olduğu üçün 40, 40, bir də 60. 3 tərəfini toplayıram. Elədi 140. Sayı tapmaq üçün 140-ı böləsiz 20-yə. Demək 7 dənə ağac olacaq. Eyni forma düzbucaqlı üçün də ödəyir. Fərqi yoxdur. Tutaq ki, eyni 40-40-dır. Uzunluğu 60-60-dır. Yenə bərabər məsafə dediyim üçün əbobu tapırsan. Əbobumuz 20-dir. Aha, birinci əbobumuzu tapdıq 20. Yenə perimetr tapasan, düzbucaqlının perimetri də 2 vurulsun 40 plus 60-dır da, yəni 200-dür. Bu zamanda 200-ü böləsən 20-yə, olacaq neçə dənə? 10 dənə. Bir də uşaqlar sizə tuzaq sual kimi verə bilər. Deyər ki, künclərdə ağac olmasın. Künclərdə ağac əkməmə şərti ilə. Onda hər küncdə bir dənəsi əkilirsə, demək ondan bir də 4-ünü çıxarsan. Demək neçə dənə olacaq? 6 dənə. Əgər 3 bucaqda desə ki, künclərə əkilməsin. 3 bucaqda 7 dənədir. 7-dən 3-ünü çıxarsan. Demək 4 dənəsi olmayacaq. Bildiniz də, yəni burada elə bir şey yoxdur.